İlhamə Quliyevanın övladı Orxandan xəbər yoxdur. 2 ildir İlhamə Quliyevanın oğlu Orxan Nadiriyevdən xəbər yoxdur. Onun nə ölüsü tapılıb, nə də dirisi. Təbii ki, Milli Nöqtə istinad edirəm. Bunları müğənnim Əli Mirəliyev deyib. Çünki Əli Mirəliyev İlhamə Quliyevanın yaxın qohumudur. Qohumudur indi də. Təəssüf ki, rəhmətli İlhamə xanım yoxdur. Onun sözlərinə görə hazırda Orxan Nadirovla bağlı axtarışlar davam edir. Orxanın sonuncu dəfə anası Lalə ilə telefonla danışıb. Moskvadan Türkiyəyə uçmalı idi. Əlində bir bilet var idi. Qeydiyyatdan keçmək istəyəndə görüb ki, arxasında adamlar var. Həmin anda anasına telefonda deyib ki, arxamca adamlar gəlir, amma onları azdırmışam. Sonra Moskvadan Türkiyəyə uçan sərnişinlərin siyasında araşdırma apardıq. Məlum oldu ki, Orxan Türkiyəyə ümumiyyətlə uçmayıb. Əli Mirəliyev bildirib ki, Orxan həyat yoldaşından da ayrılıb. Evlənəndə bir müddət sonra yola getmədilər və boşandılar. Orxan anası ilə yaşayırdı. Və deyək ki, İlhamə Quliyeva, xalq artistimiz İlhamə Quliyeva onu övladlığa götürmüşdü övladlığa. Həmişə oğlum, oğlum, oğlum deyirdi. Hamımız Orxana bəxtəvərlik yağdırırdıq ki, gör, belə sərvəti bol olan, çox olan bir insanın, İlhamə Quliyevanın övladıdır. İlhamə xanım dünyasını dəyişəndən sonra hər şey varis kimi biz Orxanı görürdük də, deyirdik Orxan olacaq. Mən dəfələrlə görmüşdüm ki, demək olar ki, İlhamə Quliyevanı Orxan qucağında verilişlərə gətirirdi. Son illərdə onun ayaqlarında problem var idi. Space televiziyasında bir verilişə gəldi. Onda Orxan onu qucağında gətirdi, aparanda da qucağında apardı. İlhamə əlini onun boynuna saldı. Oğlum, oğlum deyə getdi. Sonra da məlum oldu ki, İlhamə xanım Quliyeva Orxana heç belə bir dənə dəmir qəpik də saxlanmayıb.